Hyundai Elantra N-Line. Deməli, maşının sol tərəfində heç bir zədə yoxdur. Ön hissəsində bir dənə bufer alınmalıdır, fara alınmalıdır maşına. Bir bufer fara. Sağ kıllo düzələcək. 2024'dür, 1.6 motordur. 22.000 yol gedib, 7.000 dollar start qiymətdir. Lüku var maşının, 124-cü maşında. Sağ tərəfində bax gördüyünüz kimi. Burasında yüngül zədədir, bunlar düzələcək, yəni zapçası da alınmayacaq. Arxa hissəsində heç bir zədə yoxdur. Sol tərəfində ümumiyyətlə zədəsi yoxdur. Bir dənə güzgü alınacaq. Bax, belə bir salonu var, heç bir ayrı bak atmıb, lüku var. Stenlik qızdırıcıdır, özünə məxsus koyu salon. 2024 1K'dır, bu da bunun VIN nömrəsidir. Kimə lazım olsa əlaqə saxlasın. Bu maşında bir dənə güzgü alınmalıdır dediyim kimi. Bu da arxa hissəsi. Bu da bunun VIN nömrəsi.